millət formalaşmadan o təlatümlərdə, tutaq ki, Bəluc oradan ayağa qalxır, Ərəb buradan, Kürd buradan və indi orada əsas həlledici güc bizik. Farslar siyasi cəhətdən müxalifəti də hazırdır, tutaq ki, təşkilatların hakimiyyəti də var. Sənin amma heç biri yoxdur. Onlar tam hazır vəziyyətdədirlər. Və sən nə verəcəklərsə, belə çıxır ki, böləcəklər, kim nə istəsələr, bu paypüşdə sənə də verəcəklər ki, göt ala bu da sən. Belə olmamalıdır. Belə olmayacaq da. Bəli, bizim xəritəmiz orada yaşayan insanların maariflənmə nəticəsində milli şüurunun dərəcəsindən asılı olacaq. Çünki indiki İran coğrafiyası demək olar ki, böyük əksəriyyəti türk. O, türk yaşadığı ərazidə öz türklüyü ilə qürur durursa, o yaşadığı torpağa sahib çıxırsa, sənin xəritən ora kimi gedəcək. Yəni, bizim xəritəmiz gələcəkdə, yəni təbii ki, heç kim hökmlə deyə bilməz ki, xəritəmiz burada olacaq. Yəni, onu demək olmaz. Amma bir şeyi əminliklə demək olar ki, 35-40 milyon türkün milli şuuru hansı səviyyədə olacaqsa, xəritəmiz də o səviyyədə olacaq. O qədər ərazidə biz dövlətimizi bərpa edəcəyik.